Tam bu cırılıb bunu dəyişin zəhmət. Yəqin ki, siz də mənim kimi belə vəziyyətlə tez-tez rastlaşırsınız. Bəs köhnələn, eyni zamanda cırılan bu pulları nə etməliyik ki, həm vaxt, həm də maddi itki ilə qarşılaşmayaq? Mərkəzi Bank haqqında qanunun 40-cı maddəsinə əsasən zədələnmiş əskinazlar dəyişdirilə bilər. Bəs vətəndaşlar sözü gedən pulların hansı hallarda dəyişdirilə biləcəyindən xəbərdardırlarmı? Ümumiyyətlə bu əskinazların harda dəyişdirildiyinə dair məlumatınız var? Xeyr, açığı yoxdur. Bir iki də bankda dəyişdirmişəm. Məndə də bəzən olub ki, pullar cırılıb, amma onu özüm yapışdırmağa çalışıram. Çünki həm də tanışlarım da bildirir ki, onu dəyişdirmək, bərpa eləmək çox çətin məsələdir. Bildiyim qədərilə hər zaman da vaxt qarşılaşırıqsa banklara təqdim edirik. Ondan sonra dəyişirlər mən bilən qədərilə Milli Banka. Ekspertlər bildirir ki, vətəndaşların zədələnmiş pullardan imtina hüququ var. Yox, əgər diqqət etməyib bu cür əskinazı qəbul edibsə, o halda qüsurlu pul nişanlarını Mərkəzi Bankda, eləcə də ölkənin bütün kommersiya banklarında dəyişdirə bilərlər. Əslində dükanda o cür pullar toplanmalıdır. Yəni sıradan çıxmış pullar toplanmalıdır və müvafiq qayda uyğun olaraq Mərkəzi Banka verib dəyişdirilməlidir. Əslində belə olmalıdır. Lakin istehlakçılar dükanlardan pul alan zaman, geri alan zaman, pul qalığını alan zaman mütləq diqqət yetirməlidirlər və sıradan çıxmış pulları götürməməyə hüquqları var. Hansı hallarda banknotları dəyişmək mümkündür? Öncə pul nişanlarının həqiqiliyi, daha sonra tədavülə yararlı olub-olmadığı müəyyən edilir. Əgər pul nişanı həqiqidirsə, tədavülə yararlıdırsa, dəyərini Mərkəzi Bank ödəyir. Pul nişanı tədavülə yararsızdırsa, yəni sizin dediyiniz kimi zədələnmişdirsə, bu zaman qanuna uyğun olaraq bütöv bir hissədən ibarət səhdinin 60%-dən çox hissəsini saxlanmış, eyni zamanda eyni pul nişanlarına məxsus hissələrdən ibarət səhdinin 100%-ni saxlanmış həqiqi pul nişanlarının dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətli şəkildə ödənilir. Saxta pul nişanlarının dəyəri ödənilmir. Lakin pul nişanlarının həqiqiliyinin müəyyənləşdirilməsində hər hansı çətinlik yaranarsa, Mərkəzi Bankda ekspertizadan keçməsi üçün vətəndaşlardan xüsusi akt əsasında qəbul edilir. Ekspertizanın nəticəsi vətəndaşa bildirilir. Bəs regionlarda analoji problemlə qarşılaşan vətəndaşlar nə etməlidir? Kommersiya bankları ilə yanaşı Mərkəzi Bank pul nişanlarının dəyişdirilməsini öz Bakı şəhəri və regional mərkəzlərdə yerləşən ofisləri vasitəsilə də həyata keçirir. Belə ki, həm Bakı şəhərində, həm Mərkəzi Bankın Naxçıvan, Gəncə, Yevlax, Biləsuvar, Quba şəhərlərində yerləşən nağd ofisləri vasitəsilə əhalidən pul nişanlarının dəyişdirilməsi, ekspertizaya qəbulu, eyni zamanda əhalinin maarifləndirilməsi kimi xidmətlər də təmin edilir. Regional mərkəzlərdə sıxlığın az olması ilə əlaqədar gündəlik iş rejimində fəaliyyət göstərir kassalar. Bakı şəhərindəki pandemiya ilə hal-hazırda əlaqədar olaraq həftədə 2 dəfə olmaqla 2-4-cü günlər günün birinci yarısında pul nişanlarını dəyişdirmək mümkündür. Vətəndaşların maliyyə savadlılığını artırmaq məqsədi ilə Mərkəzi Bank əhalinin müxtəlif qrupları arasında seminarlar, vebinarlar təşkil edir. Həmçinin hər bir pul nişanına aid xüsusi broşurlar hazırlanıb. Bundan əlavə pul nişanlarının dəyişdirilməsi ilə bağlı xüsusi video şərhlər də hazırlanır. Sədaqət Süleyman, Rüstəm Mikayılzadə, Zaur Bayramov, ASTV Xəbər.